Deme. Bu zakazdır. Bu zakazdır. Bunu Peter'e göndərirəm. Deyirəm, dalaşmayın. Boy, bunlar da ki, ikisi də məni sevirlər, ona görə dalaşırlar. Zoysi, prinsesa, tixo. Hə, nə tərsiz, nə var, nə yox, belə yaxşı olasınız, Allah sübh. Boy, Allah qırsın sizi. Bu da bizim təzə qonşumuzdur. Kitaylar gəliblər. Və mən də bugün istədim ki, sizin üçün nə pişirəm? 3 bacı dolması. Pomidor, badımcan, biber. Hə, necəsiniz mənim əzizlərim, nə tərsiniz? Geyimimi bəyəndinizmi? Potilərimi bəyəndinizmi? Ay, mən heç bilməzdim, məni hər yerdən izləyirlərmiş, nələr sözlər yazırsınız mənə. Allah köməyiniz olsun, ocaqlarım həmişəki kimi yanır, ocağınız yanında olsun həmişə. Və bu romanı da görün belə başına daş düşməsin, yazıqdır. Ətimi hazırı çəkib gətirmişəm. Bax, badımcan dolmasının ətini az yağı gətir, ay gözün çıxsın, yağ. Hə, mənim əzizlərim, nə tərsiniz, necəsiniz, özünüzü necə hiss edirsiniz? Yaxşı olasınız. Havalar bu arada bu günlərin, burada havalar biraz düzəlir. Bu da yenə də mənim yağı tökürəm. Badımcan dolmasının ki, odur ki, onu belə qəşəkcənə bişirəsən, belə ürəyin istəyən kimi şeylə. Nə deyirlər ona? Yağla. Əti pişsin. Mən badımcan dolmasını bilmirəm, siz nətər bişirirsiniz. Badımcan dolmasını tolika bişirirəm reyhanla. Qəşək belə ağ reyhanı vururam içinə, pişirirəm. Mənim əzizlərim hazırlayıram, qoyuram. Hələ yağ azdır bunun içində. Prosta biraz özünə gəlsin. Bu arada dırnaqlarımı təzə düzəltdirmişəm. Sizin xətrinizə gödərtmişəm dırnaqlarımı. Ona görə şey eləyirəm. Və sap-sarı şəframdır. Romada başımıza oyun açıb. Həmi canlı yayım, həmi hamısı bir-bir üst-üstə. Axşam evə gedəndə ağzım açıq qalır. Alınmır ayrılaq biz, buna bir əlac qılaq biz. Sənin də canın qutarsın, mənim də canım qutarsın. Bir alınmadı mahnısı oxudum, bilirsiniz. Və alınmadı mahnısı da bilirsiniz Hikmət Aslanovun. Hikmət Aslanovun gözü çıxsın Allahdan istəmişəm. Mahnını götürdü YouTube'dan sildirdi. Lazım olsaydı mən o mahnını qoydurardım. Oruçluq ayıydı. Və oruçluq dedim ki, o oruçluğu başa düşmür. Mən amma insan olaraq oruçluq ayını başa düşdüm. Hələ çıxdı bir efirdə də danışdı, bir yekə bir çırla ki, bəs belə də. Yəni mahnını mən var sildirdim. Olsa da o mahnıda mən pul qazanıram. Sənin pisliyin özünə qaldı. Vaxtında Rəqsanənin şotuna pullar yemirsən. Vaxtında mənim şotuma sən pullar qazanmısan, pullar yemirsən. İndi sən mahnını sildirməklə deyir ki, rozunu verən Allahdır. Nə olub, öz millətimiz idi. Ay gözün çıxsın, sən nə olacaq, yiyəcəkdir səni. Hansı ki, mənim mahnılarımdan sən nə qədər pullar qazanmısan, indi götürürsən mahnıları tap-tap satırsan, başa düşürəm, müəllif hüququdur. Bir sözlə yəni deməkdir ki, paxıllığın özünə qaldı. İndi mən də sənin bütün repertuarında nə qədər yazdığın mahnılar var, hamısını oxuyacağım. Efirlərə çıxıb oxuyacağım. Görüm sən mənə nə qayrarsan. Yəni görə qorxmuram da biləsən. Yaxın əziz bir dostlarım var, onlar mənə zəng vurublar. Evdə xanımlar sizi izləyirlər, bıçağı çəkmək olmaz, xahiş elə əllərimi çəkməyəsən. Sonra, nə olsun ki? Hə, heç də olmaz ki. Hə. Deyirlər ki, bəs Rəqsanə xanım, sən Allah, sən bu verilişini yerirsən. Bütün evdə hamı işini gücünü buraxıb sənə baxır. Öz də bir tamaqla pişirirsən. Bir tamaqla yeyirsən ki, deyir. Gecə vaxtı biz də başlayırıq onları eləməyə. Deyirəm ki, vallah, hərdən boş olanda dedim bu şeyləri eləyim. Bu da elə oldu ki, daha gördük belə yaxşı olur. Hamı baxır, onun dərdindən elədim. Bir neçə vaxtı Sərxandan danışmıram. Bu vaxt heç danışmaq istəmirdim, amma danışacağım. Mən kinli insan deyiləm. Heç kəsin də pis vaxtını istəmirəm. Heç kəsin də əstəğfurullah pis gününü istəmirəm. Mən hamının həmişə yaxşı gününü istəyən adamam. Allah hamının canını sağ eləsin. İndi bilmirəm, Sərxan keçən dəfə də demişdi ki, bunu montaj eləyiblər. Mənim evladım mənim yaralı idi. Yəni evdə toxunan olanda mən onu qəbul edə bilmirəm. Mən ona görə Sərxanla aramda narazılıq olmuşsa, hələ hətta biz bir toyda olmalıydıq. Mən 10.000 dollar toyumdan keçdim. Getmədim o toya. Dəstəklə danışmışdıq 14.000, 15.000 dollara. Biletləri qaytardım. Şəmkir toyuydu, getmədim. Dedim ki, mən gəlməyim, amma Sərxanı siz çağırın. Toy yəsi demişdi ki, yox Rəqsanə xanım, gəlin. Dedim, yox. Və mənim yerimə səhv eləmirəmsə o toya həmin gecə ilə xatunu görmüşdülər. Və mən getmədim o toya. Dəstəklə aparacaqdım o toya, aparmadım. Çünki
Onda mənim qızımın həssas bir məqamı idi Aysunun. Yəni uşağım çox pis vəziyyətdə idi də, yəni Allah heç kim başına gətirməsin. Ona görə eləmədim. Və bu arada bir söz deyim, bir mahnı oxumuşam, Şəmkir mahnısı. Hər qarışına qurban olum Şəmkir. Bunu da Fuad adında bir oğlan yazıb. Hə. O mahnıdan istəyiblər. Biz də istədilənə görə oxumuşuq. Sən də cavan oğlansın, Allah canını sağ eləsin. Çox sağ ol, var olasan. Amma xoşuma gəlmədi. Nə? Sən səhifənin altında mənə göndərdilər. Bir dənə söz yazmısan. Olmaz. Sən kişisən, kişi qadın haqqında elə şey yaza bilməz. Bir də mənə toxunmaq olmaz. Yaxşı? Və düşünürəm ki, səndən bir iş görərik, işləyərik. Burada nə var ki, sən öz millətimizin oğlusan. Belə qəşəng mahnılar yaz, biz də onu işləyək. Fuad qardaş. Və badımcanımın ətini görürsünüz artıq rəngini dəyişir. Bax belə. Ayrılma. Bugünkü klipmakerlər bəyənmədin. Deyirsən, onlar çəkəməyəcək bizim kliplərimizi. Sən özün çəkmə, cəmaatın da işini bəyənmə. Niyə? Xeyir olar. Buna bax, ömür billah sən mənə ziyan vurubsan. Ömür billah. Əlim ayağım yanacaq, külüm çıxacaq. Yandım tövbə. Mənim rəhmətlik ləyəndə pişirirdi, ağzını da örtürdü qəşək. O ləyəni qapaq əvəzinə qoyurdu ağzına. İnan bir tamı olurdu. Ocaq dolması, ümumiyyətcə ocaq yeməyinin tamı heç harda yoxdur, ha, biləsiniz. Gör nətər boş qapı. Ay boynunuzu yerə soxun. Dedim stopla, bibarı... Mənim gülümə bax, özüm olmamışam. İşini görüblər mənim güya. Badımcanın bir pomidorun birinin altından kəsilir, birinin üstündən. Mənim əzizlərim, mən pomidoru həmişə buradan kəsirəm. Nəyə görə? Bura biraz bərk yerdir. Buradan eləyəndə pomidor, bir də pomidorun içini bu qədər çıxartmaq olmaz. Ona görə ki, qoyanda pomidor dağılır, ondan pomidor dolması olmur. Deməli, pomidoru bax buradan çıxartmaq lazımdır. Bax belə. Buradan çıxartmaq lazımdır, belə bu şəkildə. Bax belə eləyirsən. Və içini çox yox. Accadan özəyini çıxartdın. Bax belə. Gördün. Və salam. Bu başlayır cırılmağa. Cırıldırsa buna belə şey çıxarır. Gör nə görə qoyur pomidor. Elə bir pomidor özündən gedib yazır. Deməli, baxın. Sarı kökü tökdüm bura. Bax, bu da istot. Bu da duz. Gördünüz mü? Bu da duz. Eşit qarışdırıram. Belə. Belə vururam. Bax, belə. Elədim, qoydum. Belə eləyirəm, içini qoyuram ora. Yenə səni sevdim. Yenə səni sevdim. Yenə səni seçdim, sənə gəldim. Yenə səni sevdim. Sevgim, ay sevgim, nələrin balası sevgim, amanım ürəyi, nənənin ürəyi. Pək. Zırıldı, saraldı, axı dırnağım. Hay, sizi zəlil olasınız. Bu arada şərbət mənim dırnaqlarıma pul almayıbdı. Qobunu çıxardım, cırıldı. Buna bax, bugün elətdirmişəm, dırnaqlarımı, hay. İspirt nəsilərəm. İnanım mı, yalanına aldanım mı? İnanım mı? Bəzi muğamı bilməyənlər kimi mən də bunu əlimdə götürürəm. O özlərinin muğam ifadəsi kimi göstərirlər. Mən ətimi gətirirəm. Baxın. Görürsünüzmü əti? Mən əti gətirirəm. Makyajım bu arada. Çox yazırsınız mənim əzizlərim. Səni kim belə gözəlləşdirib? Bu arada makyajım, saçım. İlahə Vidnaya. Mənə çox yazırsınız. Mənim əzizlərim direktimizdə çox yazırsınız və burada yaşayan Azərbaycanlı ustalar. Dostu, hal-hazırda mənim ustalarım var deyən. Hələ ki, ehtiyac yoxdur. Ehtiyac olanda təbii ki, axtarış verəcəm ki, mən ustalar istəyirəm. Ay Allah. Allah məni öldürsün. Deyin, niyə? Badımcanın qabığını soymayıblar. Bu dəfə badımcanın qabıqlı qoydum. Bu əslində körpədir. Mənə elə gəlir ki, belə daha yaxşı olar. Deməli, badımcanı artıq badımcanı doldurduq. Mənim əzizlərim. Buradan biraz yağından eləyirəm ki, üstünə eləyim. Deməli, bunu qoyuram artıq. Ocağın üstünə. Dolma, nə dolma. Pomidoru da ayrı qoyacağım ki, əzilməsin.
Ağzını örtürəm. Gördünüzmü? Bax belə ağzını örtürəm. Dədə baba qaydasında. Bu öz xoduna bişəcək. Pomidoru da addelini belə bir ləyənə qavqarıram. Bax belə qəşəng. Gördünüz? Niyə? Bunun suyu çıxacaqdı mənim əzizlərim. İstəmədim ki, orada dağılsın. Bu yaxınlarda ən çox Gülyavan xanımın xalq artistimizin gözəl mahnısı, gözəl bir mahnı oxuyubdu belə. Ürəyimə yağ kimi yayıldı ha onu oxumağı. Gözəl oxuyubdu ki, yaman kövrəyəm mən bu aralar. Elə mənə də aid ay Gülyavan xanım, sənə qurban olum. Yaxşı oxuyubsan, elə bir mahnını mən oxuyubsan bacı. Sən gözəl sənətkarsan, nəinki siz gözəl sənətkarsınız. Mən sizi sevirəm. Bura baxaq görək, bura nətərdir? Pəh! Allah Allah. İyiyə bax ey. Mən özdə badımcan dolmasının sarımsaq qatığını süzməklə eləyirəm. Süzməklə sarımsaq qatıqla onu ki yeyirsən. Ona belə nə bilim $1000 da al. Dördü ocağın üstündə ha. Ocağın üstündə kim eləyir? Heç kim. Bu da pomidorum. Görürsünüz. Gözəl xala mənim xalamdır. Yəni aləmimizin ən yaxın adamıdır. Neçə ildir Gözəl xala məni tanıyırsan? 24 il. Bilirsən nə deməkdir? Onda mənim Allah bilir belə qız uşağı üstün vaxtlarım idi. Hə Gözəl xala. Mən bir də bir dənə mövzuya toxunmaq istəyirəm. Bu bir canlı yayında da o haqda danışacağam. Gəncədə bir Hüseynovdu, səhv eləmirəmsə, adlı bir şirkətləri, zavodları falanlar var. Nəysə, bir cavan bir xanım müğənni ilə bunun münasibəti olub, sonra da ayrılıb. Və sonra da baxıram başqa xanımlandır. Mən bir söz deyim, kişi çıxıb xanımın haqqından danışır, xanım kişinin haqqından danışır. Bax, bizim günahımız ondadır ki, bir yerdə olanda maç quç-quç eləyəndə hər şey yaxşı idi. Ayrılanda o deyir, sən pis idin, bu deyir, sən pis idin. Mən düşünürəm ki, ay Zaur, yenə sənədir sözüm. Hər dəfə bu qadınları çıxardırsan efirlərdə, bu sualları niyə verirsən? Ay, onda gərək oturaq hamı saymaq o düzgün deyil, valla. Ona görə demək istəyirəm ki, ailəyə, qadına, kişiyə hörmət qalmıyor, hamısı qutarıb gedir. Ay, canlı yayımda mövzular var, mövzular. Ay Allah, baxın, baxın. Bəh. Ağzınızın suyu axsın, baxın. Mənim uşaqlarım o qədər sevirlər dolmanı. Bizim evdə çox sevirlər dolmanı. Bunu belə eləyirəm, belə bax. Bəh. Özdə əlimlə yeyəcəm. Xiyar da olsaydı bunun yanında yaxşı olardı. Əlinə sağlıq, Rəqsanə. Silivişin yağda belə damızdır. Nətər də bala? Yalan demə. Əladır. Gör nə qədər yeyir. Bu arıq qurumuş canından. Nə qədər yeyir. Badımcan dolmasını artıq bitirdim. Hazırdır. Yorulmuram da. İndi isə gedirəm canlı yayıma. Canlı yayımda nə bişirəcəm? Gözünüz mənim TikTokumda olsun. Hələlik.